أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun əzizlər. Bu günləri Qurban Bayramı barəsində lakonik, qısa danışarıq. Bəzi suallar var, suallar da çox idi deyə istədim elə qruplaşdırım bir video formatında bunu təşkil edək. Əvvəla qeyd edək ki, İslam aləmində ən müqəddəs bayramlardan biridir. Çox gözəl bir bayramdır. Yəni insanların bir-birinə qaynayıb qarışdığı bayramlardan biridir. Allah Taala da vəhdəti sevir. Allah Taala da vəhdəti sevir. Zilhicə ayının 10-udur hicri təqvimlə. Əlbəttə qurbanlıq kəsilər, Qurban bayram namazı qılınar, süfrələr qurular. Bu gün də belə deyək də dualar edilər, müstəhəbləri var bu günün. Bununla əlavə olaraq baxa bilərsiniz, yəni kitablarda var, dua kitablarında da var. Şəriət kitablarından da baxa bilərsiniz ətraflı şəkildə. Amma mən bir sıra suallar var ki, onlara toxunmaq istəyirəm. Bəzi qardaşlar sual verirlər ki, qurbanlıq heyvanın neçə yaşı olmalıdır? Hansı kateqoriyaya aid olmalıdır? Cəmi qurban kəsmək olar, yəni şərikli qurban kəsmək olar. Qurban kəsəndə nə deyək? Qurban kəsməyin qaydası nədir? Ümumiyyətlə bu elə heyvan kəsməyə də aiddir bir növ. Bunlar barəsində danışaq. Əvvəlcə onu qeyd edək ki, qurban kəsilən heyvan bu 3 kateqoriyadan biri olsun. Dəvə birinci kateqoriya, ikinci kateqoriya inək də ola bilər, camış da ola bilər, dana da ola bilər. Üçüncü kateqoriya isə qoyun, keçi bunlardan biri və bunların yaşı da önəmlidir. Əlbəttə alimlər arasında, müştəhidlər arasında fərqli görüşlər var. Sistani ağa buyurur ki, vacib ehtiyatdır ki, dəvənin 5 yaşı tamam olsun, keçsin 6-cı yaşa. Amma vacib ehtiyat deyir. Bu məsələ vacib ehtiyatdır. Yəni Seyyidin müqəllidi başqa bir müştehidə udul edə bilər. Sonra inək, keçi belə deyək də, inək, keçi deyir bunlarda 2 yaş tamam olsun. Qoyunda 7 ay tamam olsun, keçsin 8-ci ayına. İnək, keçidə 2 yaş tamam olsun, keçsin 3-cü yaşına bir növ. Amma vacib ehtiyatdır. Və dostlar sual edir ki, şərikli qurban kəsmək olar? Bəli, olar, icazəlidir. Və heyvan kəsəndə nə deyək? Bismillahirrahmanirrahim deyək, yoxsa Elhamdülillah deyək, ya Allah deyək, nə deyək? Seyidə görə kifayət edir. Allah sözünü də desən bəs edir. Bismillah da desən bəs edir. Yəni bəziləri sual edir ki, xüsusi dualar oxumağa ehtiyac var? Yox, yoxdur. Kifayət edir. Ya Allah deyə kəs, Bismillah deyə kəs. Və çox da sual edirlər ki, qadının və yaxud da ki, azyaşlı uşağın ki, həddi buluğa ilə bu çatmayıb, o heyvan kəsə bilər? Qadına icazəlidir, qadın kəsə bilər. Bəs azyaşlı uşaq kəsə bilər? Deyir, kəsə bilər, amma burada bir şərt var ki, uşaq müməyyiz olsun. Müməyyiz də budur ki, yaxşı ilə pisi başa düşsün. Nə olsun ki, yaşı hələ həddi buluğa çatmayıb, amma ki, yaxşı ilə pisi bir-birindən ayırd edə bilər. Və heyvanın da başının kəsməyin qaydası var və həm də bunu da qeyd edək ki, müstəhəblər də var bu məsələdə. Oxuya bilərsiniz şəriət kitablarından. Misal üçün müstəhəbdir ki, heyvanı kəsməzdən qabaq onun qabağına su qoyasan, əzab-əziyyət verməyəsən, bıçağı ilə itiləyəsən ki, əzab-əziyyət verməyəsən o heyvana. Daha sonra məkruhdur ki, bir heyvanı digər bir heyvanın qarşısında kəsəsən. Sonra məkruhdur ki, insanın özü bəslədiyi heyvanı kəssin. Və yaxud da ki, məkruhdur ki, heyvanı gecə və yaxud da cümə günü zöhrdən əvvəl kəsəsən. Amma ehtiyac olduğu halda burada məkruhat deyil. Bunu da qeyd edək. Yəni məkruhlara, müstəhəblərə baxa bilərsiniz. Bu öz yerində. Amma mən əsas bir məsələyə keçmək istəyirəm. Heyvanın başını necə kəsək? Necə kəsək? Şəriət kitablarında qeyd olunur ki, 4 böyük damar var da. Bir belə deyək, nəfəs borusu, 2 udlaq, 3 hülqum və udlağın yanında olan 2 yoğun damar. Baxın, nəfəs borusu, udlaq
hülqumla udlağın yanında olan 2 yoğun damar. Bax bu kəsilməlidir, bunlar kəsilməlidir və kəsən şəxs müsəlman olmalıdır. Elə deyil ki, kafir gəlsin kəssin, olmaz. Müsəlman kəsməlidir və, ehtiyat vacibdir ki, Seyid Sani ağaya görə, həmin bıçaq istil belə deyək də maddəsi var. Maddə deməyək də daha doğru çıxmaz. İstildən olmasın, belə deyək. İnternetdə yazıb baxa bilərsiniz. Dəmirdən olan bir şeylə kəsilsin, bir bıçaqla kəsilsin, dəmirdən olsun. Sonra üzü qibləyə tutasan heyvanı, Allahın adını deyib kəsəsən, Allahın adı ilə kəsilməlidir və kəsdikdən sonra o heyvandan belə deyək, bir miqdar da qan axmalıdır. Yəni müəyyən bir miqdar axmalıdır və boğazını kəsərkən, emm, belə deyək ki, zip etmək qəsdi olsun. Yəni zip nədir? Yəni ki, mən bunu qurbanlıq qəsdi ilə kəsirəm. Ola bilər ki, bir adamın belə deyək də, heyvanı düzdür, o 4 dənə damardan kəsib, amma səhvən kəsib də, başa düşdün? Çevriləndə bıçaq dəyib kəsib. Yəni də belə şəriət məsələlərində var bunlar. Bunu da deyirəm ki, boğazını kəsərkən heyvanın zip etmək qəsdi olsun insanın. Yəni belə, lakonik olaraq toxunduq. İnşallah ki, eee, bu mövzulara fikir vermək lazımdır, xüsusilə şəriətin qaydalarına, qanunlarına ki, yediyimiz o ət, heyvan haram olmasın, və kəsən şəxslər də, kəsən qardaşlar da, bacılar da onu düzgün qaydada kəssinlər. Əssəlamun əleykum və rəhmətullahi və bərəkatuh. Sağ olun, salamat qalın. Allah amanında.